Salam, hər vaxtınız xeyir olsun. Hazırladığımız MIG sınaq 2-nin izahının davamına baxırıq. 21-ci sualdan davam edirik. Yanlış coğrafi fikri müəyyən edin. Öz oxu ətrafında fırlanma sürəti, yerin öz oxu ətrafında fırlanma sürətinə ən yaxın olan planet Marsdır. Doğru fikirdir. Mars fırlanma sürətinə görə yerə sürətdə yerə ən yaxındır. Yerə ən yaxın olan planet Marsdır. Fikir səhvdir. Yerə ən yaxın olan planet Veneradır. Diametrinin ölçüsünün yerə ən yaxın olan planeti Veneradır. Bu da doğru fikirdir. Venera ölçüsünə görə daha yaxındır. 2-ni götürdük buradan. Səhv fikirləri götürürük. 2-ni götürdük. Böyük partlayış Big Bang nəzəriyyəsinə görə ilk ulduzlar yarandıqdan sonra qaranlıq dövr baş vermişdir. Xeyr, qaranlıq dövr yaranır, sonra ilk ulduzlar yaranır. Bu da səhvdir. 4-ü götürərik. Şmit və Fesenkov nəzəriyyəsinə görə Günəş sisteminin planetləri əvvəl qızılmar Günəşə bənzər cismin parçalanmasından yaranmışdır. Bu Kant və Laplace aid bir nəzəriyyədir. Səhvdir. Səhvdirsə 5-də götürərik. Qaranlıq dəlik, qara dəliklər anlayışı ilk dəfə 1967-ci ildə fizik John Euler işlətmişdir. Bu da doğru fikirdir. Səhv fikirlər oldu. 2, 4, 5, A variantı. Növbəti suala baxaq. 22 sual da maraqlı sualdır. Şəkildə horizontallar təsvir edilmiş relyef formasına aid olan düzgün fikri seçin. Burada baxsaq horizontallara müsbət 15, mənfi 30. Deməli, burada bir çökəklik relyef forması təsvir edilib. 1, 2, 3. Hündürlük fərqinə baxsaq, biri mənfi, biri müsbət 45 edir. 3-ə bölsək, kəsmə yüksəkliyi 15 edər. Kəsmə yüksəkliyi 15 isə xarici horizontal 60 edir. Daxili horizontal isə mənfi 30-dur. A nöqtəsi də ola bilər mənfi 45-dən böyük, yəni mənfi 44, mənfi 43 bu hündürlüklərdə ola bilər. İndi baxaq, kənar horizontalın mütləq hündürlüyü A məntəqəsinin mütləq hündürlüyündən azdır. Xeyr, kənar horizontal daha hündürdür. Səth suların axım istiqaməti mərkəzə doğrudur. Doğrudur. C və B məntəqələrin mütləq hündürlüyü eynidir. Fərqli-fərqli horizontallar üzərində yerləşiblər. C və B məntəqələrində olan səyyahlar bir-birini görə bilərlər. Təpə olsa görə bilməzdilər, amma bu çökəklik deyə görə bilərlər. Relyefin nisbi hündürlüyü 70 metr ola bilər. A dedi ki, mənfi 45-dən böyük olmalıdır. Məsələn, mənfi 43, 42, mənfi 40 olsa, bəli, nisbi hündürlük 70 edir, ola bilər. 5 də doğrudur. Kənar horizontala daxili horizontal arasında hündürlük fərqi 30 metrdir, xeyr 60 metrdir. Doğru fikir 2, 4, 5 edir. B variantı. Fiziki coğrafi rayonlar üçün doğru fikri müəyyən edin. Böyük Qafqaz vilayətinin 2 fiziki coğrafi rayonu ilə həmsərhəddir. Doğrudur. Bir Küdür Şirvan, bəli. 2 Böyük Qafqaz vilayətinin 2 fiziki coğrafi rayonu ilə həmsərhəddir. Doğrudur. Görək. Bilir ki, bir doğrudur. 2, 3, 4 ərazisinin interzonal landşaftlar yayılmışdır. Bu da doğru fikirdir. Kür çay sahilləri boyunca Tuqay meşələri, Ceyrançöl, Acınohurda yenə Tuqay meşələri, Qanxəri çayda düzən meşə landşaftı. Bəli, bunlar hamısı interzonal landşaftdır. 2 də doğrudur. 6-ya baxa, 3-də deyir ki, 6 düzən yarımsəhra landşaftı daha geniş yayılmışdır. Bu səhv bir fikirdir. Düzən yox, quru çöl landşaftı daha çox geniş yayılıb. 4-də deyir ki, 5-də, yəni 5 Qazax Qarabağ fiziki coğrafi rayonunda çəmən şabaldı, çəmən şabaldı torpaqlar
örtüyü geniş yayılmışdır. Bu da doğrudur. 1, 2, 4 doğru olduğu üçün cavabımız D variantı olar. Yerdə qalanlara baxaq. 5. Deyir ki, 4-də yalnız Neogen dövrünün süxurları var. Qanxəri çayda xeyr, 4-cü dövrün süxurları var. 6-ya baxsaq, deyir 5 və 6-da mülayim isti iqlimin tipinə rast gəlinmir. Xeyr, məsələn üçün Qazax Qarabağda bu istilərdə rast gəlinir. Deməli, bu da səhvdir, bu da səhvdir. Cavabımız yenə oldu D variantı. 24-cü sualda maraqlı sualdır. X yarımadası haqqında xüsusiyyətlər verilmişdir. X yarımadası aid olduğu ölkə üçün doğru fikirləri müəyyən edin. X yarımadası sahilləri kökən suları ilə yuyulur. Dəmir filizi ehtiyatları zəngindir. Geotermik pillər normadan çoxdur. Deməli, bu platformadır. Fəsillər aydın müşahidə edilir. Deməli, bu mülayim işıqlama qurşağındadır. Mülayim işıqlama qurşağındadır. Qütb ulduzu Polaris görünür. Deməli, bu şimal yarımkürəsindədir. 8-ci saat qurşağının aid olduğu meridian çevrəsi yarımadanı kəsir. 8-ci saat qurşağının meridianı 120-dir. 120 şərq uzunluğu. Amma meridian çevrəsi dediyi üçün bunun əksini hesablasaq 60 qərb uzunluğu edir. Burada da 60 qərb uzunluğu kəsdiyi meridian, kəsdiyi yarımada belə deyək ki, Labrador yarımadasıdır. Labrador yarımadasına verilən xüsusiyyətlər ödəyir. Yarımada soyuq okean cəryanı təsirinə məruz qalır. Doğrudur. Ölkənin daxil suları iki okean hövzəsinə aiddir. Kanadada yerləşir Labrador yarımadası. Kanadada 3 okean hövzəsinə aiddir. Səhvdir. Ölkə daş kömür və neft idxalçısıdır. Bu da yanlışdır. Yarımadada okean sahillərində dəyişən rütubətli meşələ təbii zonası yayılmışdır. Bu da səhv fikirdir. Bu da məsələn ya soyuq okean cəryanı götürmüşüksə, bu da dəyişən rütubətli meşə necə yayılsın? Yəni yanlışdır. Ölkədə orta qırışıqlıq vilayətinə aid olan ərazilər var. Bəli, Kodiyə dağları götürə bilərik. Ölkə ərazisində gecə və gündüzün adi növbələşmədiyi ərazilər var. Bəli, qütb dairəsini kəsdiyi ərazilər var. Yəni, qütb işıqlama quşunda yerləşən hissələr də var. 1, 5, 6 doğru olur. Növbəti suala baxaq. 25. Düzgün fikri müəyyən edin. Kiçik Qafqaz vilayətinin ən alçaq nöqtəsi Həkəri fiziki coğrafi rayonundadır. Doğrudur. Helsinki daxilgəlmə mərhələsi Silur Devon dövrlərində baş vermişdir. Silur Devon dövrləri düşür Kaledon qırışıqlığına. Bu da səhvdir. Yer kürəsi orbit müstəvisinin 75 meyilli olarsa, şimal tropik xətti Cənubi Amerika materikinin şimal hissəsini kəsməz. Şimal Amerika materikinin şimal uzqar nöqtəsi 12 şimal enliyində yerləşir. Bu 75-dən keçsə əgər yerin özü ətrafına meylliliyi tropik düşər 15-dən. Deməli, yenə də kəsməz. Doğrudur. Qütb gecə və gündüzləri müşahidə edildiyi enlikdə mülayim iqlim qurşağının 2 vilayətinə rast gəlinir. Bu da doğru fikirdir. Hansılarına rast gəlinir? Mülayim dəniz və mülayim kontinentala rast gəlinir. Kəsin kontinental və mussonlarına rast gəlinməz. Okeanda hərəkət edən səth cəryanları çayların mənsəbinə delta formalaşmasına səbəb olur. Delta yox, estuari olar. Ant dağları Appalas dağlarına nisbətən Denidosya daha uzun müddət məruz qalmışdır. Bu da səhvdir. Appalas dağları daha qədimdir. Appalas dağları daha çox Denidosyaya məruz qalıb. 1, 3, 4 doğru cavabdır. C variantı. 26-ya baxaq. Düzgün fikirləri müəyyən edin. Uddel Belosuzin Amundsen dənizləri tamamilə qərb yarımkürəsində yerləşir. Doğrudur. Doğru fikirdir. Biri götürdük. Bizə doğruyu istəyirdimi? Bəli, doğru fikirlər istəyir. Biri götürdük. Biri götürmüşüksə doğrulardan. Winnipeg və Erie gölləri Eyni okean hövzəsinə aiddir. Yanlış olar. Winnipeg Şimal Buzlu okean, Erie Atlantik okean olmaz. Bandeira, Roraima dağları platformada yerləşir. Doğru fikirdir. Braziliya yaylasında, Qvine yaylasında yerləşir. Livingston, Stenli şəlaləri eyni materik, eyni yarımkürədə yerləşirlər. Stenli şimal yarımkürəsində yerləşir. Livingston cənub yarımkürəsində yerləşir. Səhvdir. Əkəbə körfəzində 4 ölkənin çıxışı var. Bu da doğrudur. İsrail, Misir, İordaniya və Səudiyyə Ərəbistan çıxışı var. Bardamburunqa və Pinatubo vulkanlarının yerləşdiyi ölkələr bir iqlim qurşağında yerləşir.
Bandera üçün doğrudur, amma Pinatubo vulkanı yerləşdiyi ölkə iki iqlimdə yerləşir. Ekvatorial, subekvatorial, Filippindən söhbət gedir. Bu da səhv oldusa cavabımız elə 1-3-5 olar. 1-3-5 E variantında öz əksini tapmışdır. 27-yə baxırıq. Düzgün olmayan fikirləri müəyyən edin. 22 iyun tarixində Madrid şəhərində günəş səhər şimal-şərqdən çıxıb, axşam şimal-qərbdə batır. 40-cı paralel üçün bu doğru xüsusiyyətdir. Doğrudur, yəni bizə doğru olmayan lazımdır deyə biz biri götürməliyik. Doğru olmayan lazımdır. Tayland və Myanmar unitar inzibati quruluşuna malik olan konstitusiyalı monarxiyalardır. Myanmar xeyr, yanlışdır deyə götürərəm. Ömər Aşımı Kəlbəcər, Goranboy rayonları əlaqələndirir. Kəlbəcər, Goranboy olmaz, Göygöl rayonu olmalı idi. Səhvdirsə götürərəm. Macarıstan dövlətinin qonşu olduğu dövlətlərin heç biri okean və dənizə çıxışı yoxdur. Bu da bir səhvdir. Macarıstan dövlətinin ərazisi Ukrayna və Rumıniyanın çıxışı var. 2-3-4 cavabımızdır. E variantı olar. Digərlərinə baxaq. Şimali Koreya 3 dövlətlə quru sərhəddə var. Doğrudur. Özbəkistan Mərkəzi Asiyada yerləşən bütün müstəqil türk dövlətləri ilə həmsərhəddir. Bu da doğrudur. Cavabımız 2-3-4 yanlış fikirlər idi. Bizə də yanlış lazım idi. E variantı olar 27-28-ə baxaq. Farel adası Danimarka, Kerguelen adası Böyük Britaniyaya aiddir. Amma halbuki Fransaya aiddir. Səhvdir. Viktoriya şəlaləsinin aid olduğu çay sistemi hövzəsi 3 yarımkürədə yerləşir. 3 olmaz, 2 olardı. Bu da səhvdir. Götürməliyik. Dünya əhalisinin 70% quru sahənin cəmi 7%-nə yaşayır. Doğru fikirdir. Yer kürəsinin əhalinin orta sıxlığı 1 kvadrat kilometrdən 50 nəfərdən az düşür. Xeyr, 57 nəfərdir dəstəkdə verilən. Səhvdir bu da. Dünyanın ən hündür paytaxt şəhəri aid olduğu ölkə materik daxili mövqeyə malikdir. Ən hündür paytaxt şəhəri La Pazdır, Boliviyanın paytaxtıdır. Bu da materik daxili mövqeyə malikdir. Doğru fikirdir. Türkiyə, Yunanistan, İspaniyada işsizlik səviyyəsi normadan artıqdır. Bu da doğru fikirdir. 3, 5, 6 doğru olar. 28 cavab C variantı. 29-a baxırıq. 29. Düzgün uyğunluğu müəyyən edin. Mezo mövqe ölkənin bütün dünyadakı iqtisadi və siyasi mərkəzlərə nəzərən mövqeyidir. Bu yanlış fikirdir. Mezo olmaz. Bu makro olmalı idi. Yanlışa yanlış verib. Deməli götürərik bunu. İllik ən çox neft hasil edən ölkə həm də onun idxalçısıdır. ABŞ-dan söhbət gedir. Doğrudur. Doğru da verib. İkini də götürək deməli. Misir, Əlcəzair, Mərakeşdə böyük metallurgiya mərkəzləri var. Doğrudur. Yanlış verib. 3-ü götürməliyik. Dünyada ən çox meşə ehtiyatları ixrac edən ölkə daş kömürün həm idxalçısı, həm də ixracatçısıdır. Kanadadan söhbət gedir. Bəli, doğrudur. Doğru da verilir. 4-ə götürərik. 1, 2, 4 A variantı ilə cavab. Rusiyada təsərrüfatın ərazi quruluşu forması monosentrikdir. Xeyr, plosentrikdir. Doğru, yanlışa doğru verib. İnkişaf etmiş ölkələrdə təsərrüfatın sahəvi quruluşuna görə postsənaye mərhələsindədirlər. Bəli, postsənaye mərhələsində doğrudur. Yanlış verib, götürməliyik. Cavabımız bəli, elə A variantı olar. Bir dənə belə bir maraqlı sualımız var. Xəritə sxemində kontur xəritəsi verilən ölkə üçün doğru fikri seçin. Burada Cənubi Afrika Respublikası təsvir edilib. Qonşu olduğu ölkələrdən 4-ü dünya okeana çıxışı yoxdur. Doğrudur. Ərazisində superpit qızıl mədəni yerləşir. Yanlışdır. Avstraliyadadır o. İnkişaf etmiş ölkə olsa da G20 qrupunda yoxdur. Xeyr, G20 qrupundadır. Mülayim iqlim qurşağı təsir edir. Bəli, subtropik iqlimə qışda mülayim hava kütləsi təsir edir deyə götürə bilərik. Yanvar ayında mümkün buxarlanmanın qiyməti maksimum olur. Bu da doğru fikirdir. Afro-Asiya dil ailəsinin Sami Hamid dil qrupuna aid xalqlar üstünlük təşkil edir. Bu da yanlış olar. 1, 4, 5 doğru fikirdir. 1, 4, 5 A variantı olar cavab. Növbəti suala baxırıq. 31-ci sualda. Doğru uyğunluğu müəyyən edin. Doğru. Azərbaycan Fayda Qazıntı Əlaqəli Filiz yatağının adı yerləşdiyi rayon Filiz olmalıdır. Nehrəm Filiz deyil, Eyvazlı Filiz deyil.
Girgəççay filizdir, gümüşlü filizdir. Gümüşlü şahbuzda yerləşmir. Buradan 3-ü götürərik. Qeyri-filiz yatağının adı verilib, harda istifadə olunur verilib. Qarasalan neft yatağıdır, tikinti istifadə edilir, 5 səhvdir. Torağanlı olar, naftalan kimyasal nəyiyyəsi olmaz, təbabətdə istifadə olunur. Xıllı yodlu bromlu sularda kimyasal nəyiyyəsində istifadə olunur. Doğrudur, 3, 6, 8, düzgün cavabdır, 3, 6, 8. 3, 6, 8 var mı cavabda? 3, 6, 8, bəli var. B variantı olar. Doğru fikri müəyyən edin. 32-yə baxırıq. 32. Mərakeş burnu Benseka burnu daha şimaldadır. Xeyr, daha cənubdadır. Cənubi Amerika materikinin 3 ucqar nöqtəsi Güney kanalda yerləşir. Doğru fikirdir. Vyetnam Çin sivilizasiyasına daxildir. Bu da doğru fikirdir. Xızı, Şahbuz, Qax da əhali sıxlığı Şərur, Balakən, Ucardan daha çoxdur. Xeyr, Azərbaycan əhalisinə sıxlığı az olan rayonlar bunlar. Bu da bunlar Şərur, Balakən, Ucarda əhali sıxlığı çoxdur. Bu da səhv fikirdir. Yeni Zelandiyanın şimal adasında Avstraliya dil ailəsinə aid olan xalqlar yaşayır. Bu da doğrudur. Yukon, Kolima, Taxo çaylarının hövzədəki şirklanma qoşanında yerləşir. Bu da Taxo götürə bilmərik. Bu da səhv fikirdir. 2, 3, 5 doğru cavab B variantı olar. 33-cü suala baxaq. Doğru uyğunluğu müəyyən edin. Doğru uyğunluq verilib bizə. 33-də Udinlər türk deyil. Bir gedər. Xınalıqlar da türk deyil. Tatarlar İran dil qrupuna aiddir. Doğrudur. Tatarlar isə türk dil qrupudur. Doğrudur. Gürcülər Kartavel dil ailəsi deyil. Ümumiyyətcə burada heç birisi 5 olmaz. 5 olmaz. 3, 4 doğrudur. Qaldıq dağ yahudiləri. Dağ yahudiləri İran dil qrupuna aiddir. Bu da doğrudur. 3, 4, 6 doğru olar. 34-ə baxaq. 34-cü sual. Yanlış fikri müəyyən edir. Dünyanın ən soyuq nöqtəsi şərq yarımkürəsindədir. Doğrudur. Antarktika materikində Fuji günbəzi şərq yarımkürəsinə düşür. Lənkəran ovarağında suxulların geologiyası Samur dəvə çovallığından daha qədimdir. Xeyr, ikisi də 4-cü dövrdür. Yanlış fikri də götürülüb. Günəş radiasiyası ekvatordan qütblərə doğru azalır. Bu da yanlışdır deyə götürərəm. Ekvatordan tropika doğru artır, sonra azalır. Üzüm yığımında İtaliya, zeytun yığımında isə İspaniya dünyada birinci yerdir. Bu da doğru fikirdir deyə götürmərəm. Dünyanın ən isti məntəqəsi Lividə Tropili şəhərində yerləşim müşahidə olunmuşdur. Farenheitlədir. Farenheiti bəli çevirsək bu da doğru fikirdir. Yəni 58 dərəcə 58 Selsini biz çevirsək üstə gələ 32. Bunu biz çevirsək, bəli, 136,4 edir. Doğrudur. Avstraliyanın şimal-şərq hissəsində əsasən taxılçılıq və sitrus meyvəsiliyi xarakterlidir. Ümumiyyətlə sitrus meyvəsindən tutmaq olar ki, subtropik iqlimdə daha çox əkilir. Ona görə də cənub hissələri olmalı idi. Bu da səhvdir. Bunu da götürərəm. 2, 3, 6 doğru cavabdır. E variantı sualın cavabı olar. 35-ə baxırıq. 35-də maraqlı suallardandır. Hə, 35-ci suala baxırdıq.
35-ci sual nə qədər sadə görünsə də 2025-ci ilin miqyinə düşmüş sualdır. Baxaq. Düzgün uyğunluğu müəyyən edin. Aiddir, aid deyil verilib. İqtisadi rayonlar tipləri verilib. İqtisadi rayonlar verilib. Yüksək inkişaf etmiş verilib. Köhnə sənaye rayonları, aqrar rayonlar, yeni mənimsənilmiş rayonlar verilib. İtaliyanın şimalı yüksək inkişaf etmişdir. Doğru olar. Almaniyanın cənubu, Almaniyanın ümumiyyət cənubu da yüksək inkişaf etmişdir. Bu da isə aqrar verib, səhv olar. Fransanın Fransanın qərbi Fransanın qərbi aqrardır. Düz də verilib. 3-ü də götürərik. 1, 3. Rusiyada Ural Volqa-boyu köhnə olmalıdır. Bu da yeni mənimsənilmiş verib, səhvdir. İtaliyanın cənubu yüksək inkişaf etmiş, səhv olar. İspaniyanın mərkəzi aqrardır, aqrada verilir, doğrudur. 1, 3, 6 doğru olacaq A variantı. 36-ya baxırıq. Pasxa adası Şərqi Sakit Okean qalxması üzərində divergent sərhəddə yerləşir. Fikir doğrudur. Amma bizə yanlışlar lazımdır. Doğrudur. Quruda olan ən uzun rif zonası Şərqi Afrika sınma zonasındadır. Rif yox, rift olmalıdır. Rift mərcan mənşəli adalara deyilir. Bu səhvdir. Səhvsə götürərik. İslandiya və Azor adası Avrasiya və Şimali Amerika litosfer taxtalarının ayrılma zonasında yerləşir. Doğru fikirdir. Paleogen, neogen, antropogen dövrlərində neotektonik hərəkətlər baş vermişdir. Hər dövrdə baş verib bu hərəkətlər. Ona görə doğru fikirdir. Cənubi Georgiya adası Skoşya və Sakit Okean litosfer taxtalarının divergent sərhəddə yerləşir. Sakit Okean əlaqəsi səhvdir. Vantuz, Balxas gölləri Qrabel mənşəli göllərdir. Bu da səhvdir. Səhvlər istəyir bizdən 2, 5, 6 səhv olar. B variantı doğru variantdır. 37-yə baxırıq. Kişi və qadının təxminən bərabər olduğu ölkələr verilib. Burada cavab C olar. Monqolistan, Efiopiya, Liberiya olardı. 38. Planetar cəbhələrin daxilində isti və soyuq cəbhələr yaranır. Aşağıdakı xüsusiyyətlər hansılar isti və soyuq cəbhələrə hər ikisi üçün ortaqdır? Hər ikisi üçün burada ortaq olan yalnız lələkvari buludların lələkvari buludlar yox, laylı yağışlı buludların yaranması olar. A variantı. 39-a baxırıq. Düzgün uyğunluğu müəyyən edin. Xüsusiyyətlər verilib, ölkələr verilib. Federativdir. Braziliya federativ, Avstraliya federativ, Fransa federativ deyil. Burada da göstərilir. Oman federativ deyil. Mərakeş federativ deyil, amma burada federativ verilib. Bu demək bir səhvdir. 2 yarımkürədə yerləşir. Braziliya 3-ündə yerləşdiyi üçün bu da səhv olar. Alp qırışıqlarına aid olan ərazilər var. Braziliyada var, Avstraliyada yoxdur, Fransada var, Omanda var, Mərakeşdə var. Subtropik iqlim qurşağı var. Braziliyada var, Avstraliyada var, Mərakeşdə var, Fransada da var, amma burada var verməyəcək üçün 4 də səhvdir. Monarxiya idarəetmə sistemidir. Braziliya deyil, Avstraliya deyil, Fransa deyil, Oman monarxdır, Mərakeş monarxdır deyə bunu götürürəm. 2 şıqlama qurşağında yerləşir. Braziliya 2-də yerləşir, Avstraliya 2-sində yerləşir, Fransa 1-dir, Oman 2-dir, Mərakeş 1-dir. Bu da 6-da doğru olar. 3, 5, 6
3, 5, 6 doğru cavabdır. 40-cı suala baxırıq. 40-cı sualdan maraqlı sualdır. Yerin fırlanma sürətinin dəyişməsi nəticəsində A məntəqəsi 13 və 14-cü saat qurşaqlarının sərhədində yerləşir. Dekabrın 5-i C məntəqəsində günəş batdıqdan neçə saat sonra B məntəqəsində çıxar. Biz birinci saat qurşaqları müəyyən etməliyik. Yerin fırlanma sürətini müəyyən etməliyik. Deyir ki, A məntəqəsi 13-14-ün arasındadır. A-ya baxaq görək A haradadır. A 90 qərb uzunluğundadır. 360-dan onu çıxsaq, edər 270. 270-i böləcək 13-14-ün o deyək ki, toplu bölü 2-yə 13,5-i. Bunu bölsək neçə edər? Bölək. 20 edir. 20. Deməli, yer kürəsi 1 saatda 20 dərəcə dönür. Yer kürəsi 1 saatda 20 dərəcə dönür. Bəs 360 dərəcəni neçə saata dönər? Əlbəttə ki, bu deyir 18 saat. Deməli, 18 saat qurşağımız yaranır. 18 saat qurşağı yaranır. Bu da dekabrın 5-i böyük əhəmiyyət kəsb etmir. Yəni, onu demək istəyir ki, Günəş cənub yarımkürəsindədir. Bu verilən məntəqələr də şimal yarımkürəsinə aiddir. Əlbəttə ki, burada gecə uzun olacaq. Baxın, gecə gündüz verilir. Gündüzün uzunluğu nə qədər verilir? Baxaq görə gündüz nə qədərdir? Baxaq. Bu 120 şərq uzunluğudur. Bu da 30 qərb uzunluğudur. 150 toplayanda 150. 150 də bir deyək ki, bu hissədə gündüzdür. Yerdə qalan hissəsində isə 210 dərəcəsində isə gecədir. Gecə. Baxaq, deyək ki, Günəş batdıqdan neçə saat sonra C məntəqəsində günəş batdıqdan sonra C məntəqəsinə günəş gəlib, tutaq ki, batdı. B məntəqəsində neçə saat sonra çıxar? Günəş batdıqda, indi biz 150 dərəcə bir də bu tərəfə gedək, günüz olsun deyə. 150 dərəcə geçsək, 60-ın üstünə 150, 60, bura kimi 60-dır. Yerdə nəyimiz qaldı? 90 dərəcəmiz. 90 dərəcəmizdə bura kimi gələrik. A-ya kimi gəldik. Deməli, günəş C məntəqəsinə batdıqda A məntəqəsinə günəş çıxacaq. A-da çıxacaq. Və B-də neçə saat sonra çıxacaq? B-də neçə saat sonra çıxar? B ilə A arasında nə qədər dərəcə fərqi var? 90, 150. 90 dərəcə fərq var. 90 dərəcə. Günəş 1 saat nə qədər gedirdi? Günəş 90, 150. 90 ilə 150 arasında 60 dərəcə düz istəyirəm. 90 burada, 150 burada 60 dərəcədir. 60 dərəcə. Günəş 1 saatda neçə dərəcə gedirdi? 20 dərəcə gedirdi. 60 dərəcə neçə gedər? Əlbəttə ki, 3 saata gedir. Cavabımız E variantı edir. Diqqətiniz üçün təşəkkürlər. Kanala abunə olub, dəstək olmanızı deyək ki, bizə motivasiya olar sizin dəstəyiniz. İzlədiyiniz üçün təşəkkürlər.